Sənin ağlın varsa, oğra, at, yaşa, xeyr. Düzgün yaşayın və heç kimin haqqına girməyin. Bu önəmli məsələdir. İnsanların haqqına girməyin. Ona görə yox, Allah sizi cəzalandıracaq. Xeyr, Allah sizi cəzalandırmayacaq kimisə haqqına girdiyiniz görə. Çünki o sistem elə işləmir, o fərqli sistemdir. Sizi təbiət, dünya özü cəzalandıracaq kiminsə haqqına girdiyinizə görə. Necə bu günləri varlı adamlar ki var, onların uşaqları ki var, onlar kasıblara yuxarıdan aşağı baxırlar, amma onlar dərk eləmirlər ki, mən bu dediyim Azərbaycana aiddir. Onlar dərk eləmirlər ki, onlar o kasıbın və digər vəziyyəti yaxşı olmayan adamın pulun onun atası, anası oğradığına görə o belə yerdə, belə vəziyyətdə yaşayır, gözəl yaşayır və onlar pis vəziyyətdə yaşayır. O düşünür ki, sənin ağlın varsa, oğra, at, yaşa, xeyr. Həyat o qədər gözəl qurulub ki, dünya o qədər gözəl qurulub ki, sən hara fırlasan, gəlib səndən çıxacaq, ya səndən, ya sənin ailə üzvlərindən, ya sənin nəslindən, kimdənsə bu çıxacaq. Odur ki, heç kimin haqqı heç kimdə qalmır. Mən haqq deyəndə burada mütləq İslami haqqdan danışmıram. Dünyəvi haqqdan danışıram. Yəni dünyanın formalaşmağının bir haqqı var. Yəni insanların üzərində bir haqqı var. Yəni bu İslama görə deyil. Bu yaradılışa görə insanların, məsəl üçün bizim üzərimizdə haqqımız var ki, biz bu planeti qoruyaq. Bizim üzərimizdə haqq var ki, biz yaxınlarımızın qayğısını çəkək. Bu bizim seçmədiyimiz, amma bizə yüklənən bir proqramdır. Biz bunu icra eləməliyik mütləq. Biz bunu yayınıb ancaq öz xeyrimizi güdəcəksə, onda təbiət də bizə qarşılığını belə verəcək. Bu 100% belədir.